Hal-hazırda Ermənistan tərəfindən Azərbaycan tərəfinin bəlli bir legitim gözləntiləri var və bu gözləntilər Azərbaycanın ərazi bütövlüyünə olan iddiaları Ermənistan konstitusiyasından çıxarılması, o cümlədən tamamilə heç bir əhəmiyyətini saxlamamış, tamamilə iflic bir vəziyyətdə artıq uzun illər olan və münaqişənin tamamlanması ilə tamamilə məntiqi bir ehtiyac duyulmayan Minsk qrupunun ləğv edilməsidir. Bu istiqamətdə biz təbii ki, prosesləri izləyirik, təmaslar var, ancaq bizim üçün önəmli addımlar əhəmiyyət kəsb edir. Delimitasiya prosesi ilə bağlı bu il artıq bir neçə təmaslar olub. Bilirsiniz ki, delimitasiya üzrə iki ölkənin baş nazirlərinin müavinləri rəhbərliyi ilə komissiyalar mövcuddur. Orada işlər davam edir. Düşünürəm ki, orada təmaslar olacaq